Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində aprelin 1-də baş verən dəm qazı zəhərlənməsi faciə ilə nəticələnib. 6 uşağın zəhərləndiyi hadisədə az yaşlılar əvvəlcə xəstəxanaya yerləşdirilsələr də sonradan evə buraxılmışdılar. Vəziyyəti yenidən ağırlaşan uşaqlar aprelin 3-də təkrar xəstəxanaya çatdırılıb. Onlardan biri 2024-cü il təvəllüdlü Güccənnət Cəbrailova həkimlərin səyinə baxmayaraq bugün səhər saatlarında həyatını itirib. Ayın 3-ü də saat 4 arası uşaqlar hamısının 37, yarım, 38 qızdırmana gəldilər. Skoriyaya zəng elədilər, gəldilər, bura hamısını gətirdilər. 4-ü saat 5-də zəng elədilər ki, Cəbrailova Güccənnət Kamil qızı dünyasını dəyişib. Xahiş edim, gələriz xəstəxanaya. Bir gün də saat 2 saat bundan qabaqda elə bastırdım, özüm bastırdım, tək bastırdım. Digər uşaqların vəziyyəti beyində problem var, obslərin də sistemin altındadılar. Halları pisləşdi. Ondan sonra gətirdik yəni dünən bura. Ancaq otururdulardı və gəzən uşaqlar həyət bacada və oturdular. Hamısı birdən bu boğulanlara söhbət gedir. Digər uşaqların vəziyyəti ilə bağlı Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Bölməsinin müdiri Ramil Zeynallı məlumat verib. Sumqayıt Tibb Mərkəzinin uşaq xəstəxanasında hazırda 4 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir. 2021-ci il təvəllüdlü qadın cinsli azyaşlı isə daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Pediatriya Mərkəzinin nəzdindəki Qarayev adına uşaq klinik xəstəxanasına təxliyə olunub. Təbibdən bildirilib ki, 2021-ci il təvəllüdlü uşaq 04.04.2026-cı il tarixində saat 17:50 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan uşaq xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Qarayev adına uşaq kliniki xəstəxanasına təxliyə olunub. Zəruri instrumental və laborator müayinələr aparılan pasiyentə ilkin olaraq ensefalopatiya diaqnozu təyin olunub, son klinik diaqnozun təsdiqlənməsi və müalicə planının təyin olunması üçün müayinələr davam etdirilir. Hazırda müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağırdır. Fəridə Şahbazova, Elman Səfərov, APA TV.